Hindistanla Pakistan arasında gərginlik getdikcə artır. Dünya bu ölkənin savaşından niyə narahatdır? Ümumiyyətlə iki qonşu ölkə niyə savaşır? Nəyi bölüşə bilmir? Pakistan və Hindistan arasında münasibətlər Cənubi Asiyada davamlı gərginlik və təhlükə mənbəyidir. Bu iki nüvə silahına sahib qonşu ölkənin münasibətləri 1947-ci ildə hər iki dövlətin müstəqillik qazanmasından bəri ciddi qarşıdurmalar, hərbi toqquşmalar və siyasi intriqada yadda qalıb. Mübahisəli ərazilər, dini fərqlər, separatizm və beynəlxalq təsirlər bu münasibətlərin əsas problemləridir. 1947-ci ildə Britaniya Hindistanı iki dövlətə, Hindistan və Pakistana böldü. Bu bölünmə tarixdə bölünmə adı ilə tanınır və bir çox baxımdan faciəvi nəticələrə səbəb oldu. Təxminən 15 milyon insan dini əsasla köçürməyə məcbur edildi. 1 milyona yaxın insan isə zorakılıq nəticəsində həyatını itirdi. Bu hadisə Pakistanla Hindistan arasında düşmənçiliyin ilk qığılcımlarını yaratdı. Pakistan-Hindistan münasibətlərində ən həssas və təhlükəli mövzu Kəşmir bölgəsidir. 1947-ci ildə bölünmədən sonra əhalisinin çoxu müsəlman olan Cammu və Kəşmirin Hindistana birləşdirilməsi Pakistanda ciddi narazılıq yaratdı. 1947-48-ci illərdə Britaniya Hindistanı böldükdən sonra Kəşmir hakimi Hindistana birləşmək qərarını verdi. Pakistan bu qərara qarşı çıxdı və dəstəklədiyi qəbilə döyüşçüləri ilə Kəşmirə hücum etdi. Hindistan isə ordu göndərdi. Nəticədə BMT-nin vasitəsilə atəşkəs elan edildi. Kəşmir ərazisi faktiki olaraq iki yerə bölündü. Bir hissəsi Hindistanın, digər hissəsi isə Pakistanın nəzarətində qaldı. 1966-cı ildə Pakistan Kəşmirə sızdı. Məqsəd əhalini Hindistana qarşı üsyana təşviq etmək idi. Hindistan buna hərbi cavab verdi. Kəşmir və Pəncab sərhədi boyunca böyük miqyaslı döyüşlər baş verdi. Nəticədə ABŞ və SSR-nin təzyiqi ilə Daşkənd razılaşması imzalandı. Hər iki tərəf status quo-ya geri döndü. 1999-cu il yazında Pakistan və Hindistan arasında baş verən Karagil müharibəsi iki ölkə arasında baş vermiş üçüncü böyük silahlı qarşıdurma kimi tarixə düşdü. Bu münaqişə xüsusilə təhlükəli idi, çünki tərəflər artıq nüvə silahına sahib idi. Savaş bu silahların kölgəsində baş verirdi. Hər üç müharibənin əsas səbəbi Kəşmir olub. Hazırda Hindistan Cammu və Kəşmiri inzibati olaraq idarə etsə də, Pakistan bu bölgəni qanunsuz işğal edilmiş ərazi kimi tanıyır. Bu səbəbdən bölgədə tez-tez atəşkəs pozuntuları, silahlı qarşıdurmalar, terror aktları baş verir. Hindistan tez-tez Pakistana terrorçuları dəstəklədiyini ittihamını irəli sürür. Xüsusən Kəşmir bölgəsində fəaliyyət göstərən separatçı qruplar Pakistandan maliyyə və hərbi dəstək aldığına dair sübutlar təqdim edilir. Ən yadda qalan hadisələrdən biri 2008-ci ildə Mumbayda baş verən terror hücumudur. Bu hücumda 170 nəfər ölmüşdü. Hindistan hücumlarının arxasında Pakistanın mənşəli Lashkar-e-Tayba qrupunun olduğunu bildirmişdi. Pakistan və Hindistan hər ikisi nüvə silahına malik ölkələrdir. Ən qorxulu ssenari hərbi qarşıdurmanın nüvə müharibəsinə çevrilməsidir. 1998-ci ildə hər iki ölkənin nüvə sınaqları keçirməsi dünya birliyini ciddi narahatlıq yaratmışdı. Hazırda hər iki ölkə nüvə silahını rəsmi olaraq strateji məqsədlər üçün saxladıqlarını bildirirlər. İlk ölkə arasında ticarət əlaqələri dəfələrlə bərpa edilməyə çalışsa da siyasi səbəblərdən yenidən dayandırılıb. Hazırda iki ölkə arasında gərginlik pik həddə çatıb. Hərbi əməliyyatlar başlayıb. Hər kəsin diqqəti bu bölgəyə boşuna çevrilməyib. İki nüvə ölkəsinin müharibəsi dünya varlığını təhlükəyə ata bilər.